Dərsə qulaq biləsiniz. Eşq, aşiq, məşuq, məntiq, natiq, vərəq, diyaloq, orada kıvır, diyaloq. Harada log şəkilçisi var, diyaloq, məsələn, monoloq, biyoloq, monoloq, yaxşı dərsə qulasında, biyoloq, yəni log şəkilçisini görərsə, filoloq. Aşıq sözü alınma sözdür. Bəli. Ki, ərəblərdən. Bəli. Firustaki şeydir, ahəng qanunu pozulan sözlər ümumiyyətlə əsasən bizim sözlər olur, alınma olur. O niyə pozulur ki? Həm incə Həm qanun var, həm incə var, bəli. Vərəq, məntiq, eşq, aşiq, məşuq, natiq, diyaloq, monoloq, biyoloq, filoloq, geoloq fərq eləmir. Axırı loqdan bitirsə, bu alınma sözlərdə q hərfi k səsini verəcək. Məsələn, deyirəm şəfəq. Necə tələffüz olunacaq? Şəfəq. Məsələn, üfüq alınma sözdür. Necə tələffüz olunacaq? Üfüq sinər tezdən olan şey deyil, güləşin doğuşu. Vərəq, məntiq. Üfüq ağırdan bile alınmaz. Orada ahəng qanunu pozulmuyor. Yəni, hamısı ahəng qanunu pozulmayaqdır. Nə qədər alınma sözlərin qaydası var. Alınma sözündən axtarmadır. Aşiq. Siz bu sözləri yazı saxlasınız, bəsdir. Məşuq, natiq, diyaloq, monoloq, biyoloq, filoloq, geoloq fərq eləmir. Hamısında k səsini verəcək. Yaxşı mı, ay dostlar? Mən üzr istəyirəm. Məşuqə sözündə q kimi qalır da. Yəni bir şey deyəcəm. Saitdən şəkilçi artırsaz, vərəqqə demirsiniz, vərəqə deyirsiniz. Olduğu kimi qalacaq. Məntiqə demirsiniz. Deyirsiniz ki, məntiqin hazırlığına gedirəm. Siz məntiqin hazırlığına gedirəm. Q kimi deyirsiniz. Məntiqin hazırlığına gedirəm. Məsələn, şəfəqin, şəfəqə, şəfəqə demirsiniz, şəfəqə deyirsiniz. Eşqə düşmüşəm, eşqə düşmüşəm demirsən axı. Eşqə düşmüşəm deyirsən. Yaxşı. Saitdən şəkilçi artıranda olduğu kimi qalır. Samitdən şəkilçi artıranda Samitdən şəkilçi artıranda dəyişir. Yaxşı mı? Bəli. Bildik nə zamanda k səsini verir. Bəzi alınma sözlərdə üfüq, eşq, aşiq, məntiq, şəfəq, natiq, diyaloq, biyoloq falan hamısında. Yaxşı? Deyəcəm. İndi gəldik x səsinə. Nə zaman x səsini verəcək? Əgər sözün sonu q ilə bitirsə, indi bu eşq, aşiq, istisna, o alınma sözlərdə, o heç. Əgər sözün sonu q ilə bitirsə, sözün sonu q ilə bitirsə, məsələn, deyirəm, mən q ilə bitən söz deyim görüm, torpaq. Torpaq. Deyirəm, budaq. Budaq. Deyirəm, yarpaq. Digər sözlər istisna, bax, yenə deyirəm, o sözləri soruşacağım istəyən ki, istisnalar hansıdır? Biyoloq, filoloq, olan. Olan da sözün sonu q ilə bitir. Onlar istisnadır, onlar k səsini verir. Amma normal sözlər, torpaqdır, budaqdır, yarpaqdır, bu tipli sözlərin sonu q ilə bitirsə, bu x kimi tələffüz olunacaq. Yaxşı mı? Torpaq, budaq, yarpaq. Məsələn, torpağa torpaq deyən adamlara deyirlər ki, kətçi dilində danışır, səhvdir, kətçi dilində danışmır, xalq düzgün Azərbaycan dilində danışır. Bunun düzgün qaydası budur. Əgər sözün sonu q ilə bitirsə, sən rahat şəkildə o sözü x kimi tələffüz edə bilərsən, bayaqki sözlər istisna. Yaxşı mı? Pilus da, əgər sözün sonu q ilə bitirsə, pilus samit. Yenə, samitlə başlanan şəkilçi və ya söz artırırıqsa, məsələn, deyirəm torpaq sürüşməsi. Sürüşməsi. Özündən sonra samit gəlibsə, yenə x kimi olacaq. Belə olacaq, torpaq sürüşməsi. Torpaq sürüşməsi. Aydındır, ay dostlarım. Əgər sözün sonu q ilə bitirsə,
Həmin sözlər samitlə başlanan, bax samit yazmışam. Samitlə başlanan istəyir şəkilçi olsun, istəyir söz olsun. Yenə x olur. Məsələn, deyirəm torpaqdan. Torpaq, pilusdan. Bax, dan. D samit demir. Necə tələffüz olacaq? Torpaqdan. Torpaqdan. Aydındır dostlarım. Torpaqdan. Aydındır. İstəmə. Bax, indi deyirəm ki, yarpaq qurusu. Olacaq yarpaq qurusu. Bəli, x kimi tələffüz olacaq. Əməli başım var, iposu yəsi ölür. Yarpaq qurusu. Yəni hərbi yoxdur. Yarpaq qurusu. Niyə? Özündən sonra samit gəlib deyə. Yaxşı. Bir tapışqan atacaq, təpənə tutacaq. Burada cavab verər. Gəldik r səsinə. R da asandır. Bayaqki qaydadır, amma bu dəfə saitlə şəkil çatdırarıqsa. R-da da nədir? Əgər q ilə bitərsə, sait gələrsə. Elə bayaqki sözdə yarpaq ətri, yarpaq ətri. Torpağın məsələn ətri. Dayan, böyük danışır. Aha. Torpaq, saitlə şəkil çatdıran ın. Bax, ın saitdir. Necə olacaq? Torpağın. Torpağın. Böyük təşrif bir şey oldu deyirsən. Torpağın. Düzdür, nə sual edir? Yox. Məsələn, Heç də artıq. deyirəm yarpaq. Bayaq dediyimdə heç nə artırmayanda x olur. Olduğu kimi qalanda x-dır. Məsələn, deyirəm yarpaq ın. Necə tələffüz olacaq? Yarpağın. Yarpağın. Yarpaq olsaydı necə tələffüz olacaqdı? Sadəcə x. Aydındır dostlar. Yaxşı. Ümid edirəm bunu səhv yazmazsınız. Çox ümid edirəm. Siz ümidinizi sağlayın. Bizə ümid edirəm. Bizə prosta dua edin. Hə, bir də var. Əgər sözün sonu ç ilə bitərsə, məsələn sizə q veribdir, bir də bunun ç versiyası var. Ç hərfi 5 səs verir. Bu da qayda 6. 5 səs verir. Heç nə yazmırsınız, qeyd edəmsiniz və altını bilirsiniz. Hə, ç hərfi En az uzun sonra yazsın. 5 səs verir. O da hansıdır? Bax, ç verir ç-nın özünü, sadəcə özünü. Ç verir k-nı, bax, q da k-nı verir, ç da k-nı verir, ha, yaxşı. Ç verir y-nı, yox, bu belə yazar. Ç verir c-nı, ç verir x üstü ştrixi, ç verir y-nı. 5 dənə səs verir. Ç, 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 k, ç, c, ç, x üstü ştrix, k, y səslərim. Yaxşı mı dostlar? İndi tək-tək baxacaq yenə. Nə zaman ç, nə zaman k, nə zaman c, nə zaman x üstü ştrix, nə zaman y. Gəldik yenə. Qayda 1. Əgər sözün əvvəlində gəlirsə, sözün əvvəlində gəlirsə, özündən sonra incə sait gələrsə, Buraları bilməyəcək, bax. özündən sonra incə sait gələrsə. İncələrdə hansıdır? Qoy ehtimalı yazın, bir dənə onda bilməzsiniz. Səhv deyəcək. I, Ö, Ü. Əgər sözün əvvəlində gələrsə, özündən sonra incə sait gəlirsə, ç elə ç səsini verəcək. Məsələn, deyirəm külək. Bax, sözün əvvəlində gəldimi? Özündən sonra ü gəldimi? Ç elə ç səsini verəcək. Yaxşı mı ay dostlarım? Əsasən belədir. Bu bildik. Gəldi indi ikinci ehtimala.